Xanımlar, bugün mən sizə alın qırışlarına qarşı bir neçə masaj hərəkəti göstərəcəm. Bu masaj hərəkətləri çox sadədir, hər yerdə edə bilərsiniz. Məsələn, evdə oturmusunuz, televizora baxırsınız, ya da ki, işdə oturmusunuz, kompüter qarşısında hər hansı bir iş görürsünüz. Çox sadə bir hərəkətdir. Bu şəkildə masaj edirsiniz. Ya da ki, bu şəkildə masaj edirsiniz. Həm qaşlar arası qırışlara qarşı masajdır, həm alın qırışlarına masajdır, həm də ki, baxın, bu şəkildə masaj edirsiniz və alın qırışlarından azad olursunuz. Ya da ki, baxın, bu şəkildə sanki siz çimdikləyirsiniz. Həm göz qapaqlarını qaldırmış olacaqsınız, həm alın qırışlarından azad olursunuz, həm qaşlar arası qırışlarından azad olursunuz. Yəni, bu masaj hərəkətləri çox gözəl təsir edir bu hissəyə, yuxarı hissəyə. Baxın, bu şəkildə. Bu qədər sadə.